Salam dəyərli YouTube izləyicilərimiz. Bu günləri mən sizə çorba soğuzu hazırlayıram, bişirirəm. Deməli biz burada nə etdik? Burada soğanı mən xırda-xırda birinci doğrayıram. Gördüyünüz kimi yəqin ki, soğanı xırda-xırda doğrayıb yağda qovururuq. Sonra isə burada doğranmış kənd çorbasının müəyyən hissələri, yəni balaca tez bişən çorbalar. Biz burada bunu Xırdalan bazarından əldə eləmişik. Bunu yağla, soğanla qovururuq. Hardasa 5 dəqiqə qapağı örtürük ki, bu öz vam xodunda çolpa biraz pörşələnsin də, yəni tam bişsin. Bunu buraya qoyuruq və burada da bizim kartoşkamız qaynayır. Çünki uşaqların istəyinə bu günlər mən onlara piraşki hazırlayacağam. Qapağı tam kip örtmürük ki, o tam daşmasın. Aha, gördüyünüz kimi biz burada pomidoru xırda-xırda doğramışıq. Kartofu da kətə-kəsənlə kəsmişik. Kətə-kəsənimiz də buradadır, göstərə bilərəm. Ondan sonra toyuq biraz pörşələndikdən sonra biz ora pomidoru əlavə edəcəyik və yenə bir 5 dəqiqə, 7 dəqiqə o ilə qovrulacaq, öz soku çıxacaq. Sonra isə kartoşkanı əlavə edib, hardasa bir stəkan yarım da su əlavə edib, vam xodda kartof bişənə qədər bişəcək. Burada da göyərtilərimizi bu günləri almışam, suya qoymuşam ki, o yuyulsun, islansın. Və ondan sonra sonda zövqə görə kim istəyirsə keşniş, əlbəttə ki, mən isə şüyd əlavə eləməyi xoşlayıram yeməyin sonunda. Bu qədər. İndi isə bundan sonra biz kartoşka qaynasın piraşki üçün. Piraşki xəmirini hazırlayacağıq. Piraşki xəmirini də sizə açıq-aydın göstərəcəyim ki, mən necə onu yoğururam, hansı ərzaqlardan istifadə edirəm. Çünki piraşki xəmirləri də müxtəlif olur. Bunu mənə anam öyrətmişdi. İndi mən onların hamısını sizə ardıcıllıqla göstərəcəyəm. Baxmayaraq ki, saat 10-a işləyir, amma mən həmişə yeməyi səhərin bu vaxtı hazırlamağı xoşlayıram. Çünki yemək hazır oldusa demək olar ki, adam rahat olur və ondan sonra mən keçirəm ev işlərini görməyə.